sualı siz işləyəcəksiniz. Okey, Burak. Deməli, burada biz gəlmişdik, 30 nömrəli suala qədər gəlmişdik sinə. Bunları bayaq işlədik. İndi yenə də kim üçün sizə nəsə qaranlıq olsa, mənə əlaqə saxlayar, izah eləyərəm. Deməli, 41 nömrəli sualdaydıq. Deyir ki, bu funksiya üçün f4 minus f2 fərqini tapın. Dedik ki, bu tip suallar həll edəndə nə edirik? Bir dəfə x-in yerinə 4 yazırıq, bir dəfə də x-in yerinə 2 yazırıq. Və bu formada biz bunu həll edərək cavabımızı rahat bir şəkildə tapmış oluruq. Və düşünürəm ki, burada çətin heç nə yoxdur. Ondan sonra 42 nömrəli sual təkrardır. Bir dəfə x-in yerinə 4 qoyuruq, bir dəfə 3 qoyuruq. Yenə cavabı bu cür tapırıq. Bu formada edirik. Gəldik 43 nömrəli suala. Bu tip suallarda diqqətli olun. Deyir ki, bu funksiyanın qrafikinin OY oxu ilə kəsişmə nöqtəsinin ordinatını tapın. Kimin adını çəkirsə onu saxlayırıq, kimin adını çəkmirsə onu sıfır edirik. Y-in adını çəkdi, X-in adını çəkmədi ki. Deməli, X-ların üstünə xət çəkib 0 yazıram. Xət çəkib 0 yazıram. Zaten Y fx-in özüdür. Mən sizə demişdim, Y fx deməkdir. O zaman fx burada mənfi 10-a bərabər olur. Deməli, elə Y-in də özü mənfi 10-dur. Digər sualda o Y oxunan kəsişmə nöqtəsinin ordinatı dediyi zaman yenə də uşaqlar siz burada təkrar olaraq X-ları sıfıra çevirirsiniz. Y bərabərdir. Mənfi 7 cavabını almış oluruq. B variantı. Gəldik 45 nömrəli suala. Nöqtələrdən hansı bu tənliyin qrafikinə aiddir? Buna siz Elməttin Tağıyla da buna uyğun tapşırıqlar işləmişsiniz. Yəni orada da var idi bu tip tapşırıqlar ki, bunları necə işləmək lazımdır. Aha. İndi baxın bura. Uşaqlar, bu sualları biz işləyəndə cavab variantlarından işləyirsiniz. Yəni bir dəfə x-in yerinə A variantında məsəl üçün x-in yerinə 5 qoyuram, y-in yerinə 9 qoyuram. Bunu deyəsən biz yoxlamışdıq, cavab variantı Y gəlmişdi. Səhv eləmirəmsə ya, dəqiq bilmirəm uşaqlar. 0,2-ni 5-ə vuranda neçə eləyir? 1 edir. 1 çıxılsın. 3 vuraq 9-da 27. Birdən 27 çıxanda mənfi 26 eləyər. Yəni 10 eləməz. Deməli, bu nöqtə, bu qrafikin üzərində deyil. Aydındır. Digərlərini də bu formada yoxlayıb cavabınızı tapırsınız. Bunu yoxlayanda ərinməyin imtahanda. Özünüz bilirsiniz ki, 1 bal 2000-dən başlayır. Yəni, tələbənin 1 balla pulluya düşməsi ixtisasdan asılı olaraq hələ 2000. Mən elə ən aşağısını deyirəm. Özünüz bilirsiniz ki, 2000-dən aşağı ixtisas yoxdur. Niyə görə siz valideynlərinizi əziyyətə salasınız ki, pullu oxuyasınız? Ona görə də hər bir suala diqqətlə yanaşmanız lazımdır. Çünki hər bir sualın cavabı sizi öz arzularınıza bir addım daha da yaxınlaşdırır. İndi kimləri bunu dərk edir, kimləri dərk eləmir, öz işidir, özü bilər. Amma mən düşünürəm ki, siz bunu dərk edirsiniz. Ən azından çalışırsınız. Baxaq uşaqlar 47 nömrəli suala. Deyir, hansı qrafik bu funksiyanın qrafikinə uyğundur? Burada fikir verirsinizsə, x-in qarşısına duran k-nın qiyməti nədir? 3-dür. Yəni, bu müsbətdir. Müsbətdirsə, biz nə edirik? Qrafiklərin iti bucaq altını kəsişmələrini axtarırıq. Yəni, C variantı gedir. Müəllim, niyə? Çünki burada qrafik x oxundan kör bucaq əmələ gətirir. Sonra Y variantı gedir, kör bucaq əmələ gətirir. Üstündən həmən xətt çəkirik. Sonra başqa varmı? Yoxdur. Qalırıq ABD-nin arasında. Uşaqlar, K-nın qiyməti 3-dür. K bilirik ki, Y bölünsün X deməkdir. Düzdürmü? Və burada da B-nin qiyməti mənfi 2-dir. Deməli, bu Y oxunu mənfi 2-də kəsməlidir. Y oxunu mənfi 2-də kəsməlidir. Amma A variantında fikir verirsinizsə, X oxunu mənfi 2-də kəsib. Deməli, bu yanlışdır. İndi gəlin baxaq B-yə. Diqqətli olun, 48-i siz cavablayacaqsınız, mən yox. Onun üçün diqqətlə qulaq asın. 47-də isə gördüyünüz kimi iti bucaq altında gəlir. Y oxunu harada kəsdi? Mənfi 2-də kəsdi, düzdürmü? Yəni, B mənfi 2-də də buradadır, düzdür? Bu formada kəsdi. Və təbii ki, D variantına baxaq uşaqlar. D variantında isə fikir verirsinizsə, qrafiki burada gəlib. Bunun B-si mənfi 3-dür. Amma bizdən uyğun gəlmir axı. Aydındır. Bizim cavabla axı bu uyğun gəlmir.
Ona görə deyirik ki, cavabımız B variantıdır. D variantı da ola bilməz. Aydındır? Çünki bizim B-miz -2-dir. Burası -3. Yəni iti bucağı altındadır. K-mız da müsbətdir. İndi gəlin baxaq 48-ə variantları analiz eləyək hər birimiz. Fərid, səncə A variantı ola bilərmi burada? Deyil müəllim. Yəni, bəli, ola bilməz. Çünki biz fikir veririk ki, burada nədir? X-in qabağına mənfi düşüb. Deməli, bu kör bucaq altındadır. O zaman Nəsimi nəsə demək istəyir bizə. Buyursun Nəsimi. Necə müəllim? Nəsə demək istəyirdim. Buyur. Mən müəllim. Hə, mikrofonun açıldı. Ona görə elə bildim nəsə demək istəyirsən. Mənim cavab C-dir də burada. Cavab C-dir, müəllim. Baxaq uşaqlar. Burada fikir verirsinizsə iti bucaqdır. Olmaz. Həbib, sən də hansı variantı düşünürsən, onu deyə bilərsən. C müəllim. C variantını düşünürsən. Uşaqlar, çox təəssüf ki, səhv fikirdəsiz. Niyə? Əvvəla burada siz görürsünüz ki, K-nın qiyməti X-in qabağı B mənfidir. müəllim. Müəllim. Hansı? B. Daşdəmir yoxsa Babək? Daşdəmir. Yox, D deyil. Deyəcəm indi niyə. Fikir verin, B burada deyil müəllim, B. B-dir, bəli. Amma sən Daşdəmiri Ayda B deyirəm, sərdim. Nəs, olsun mən. İndi baxın bura uşaqlar. Görürsünüz K mənfidir. K mənfidirsə biz bunu seçə bilmirik. İti bucaqları atırsınız burada. A-nı atdınız. Bax C-ni atdın, Y-ni atdın. Bunlar getdi. Qaldın B ilə D-nin arasında. İndi sən fikir ver. B-nin qiyməti müsbət 3 deyilmi? Deməli Y oxunu müsbət 3-də kəsməlidir də. Vəsiyo, B-dir. D ona görə deyir ki, burada 2-də kəsib ola bilməz. Aydın oldu. Belə, indi gəlin baxaq 49-a. Burada 49-da nə deyir? Diqqətli olun, çünki 50-ni də o cür tapacaqsınız. Yəni, diqqətlə qulaq assaz, testləri yarıda bilərsiniz. Diqqətiniz yayınsa, fisiyo. Burada uşaqlar, kəsişmə nöqtəsini tapanda, indi fizikadan hazırlığa gedənlər varsa, orada məsəl üçün cisimlərin görüşmə vaxtının təyini var. Yəni, tənlikləri bərabərləşdirirsiniz. -3x çıxılsın 10. Qələm bayaqdan yaxşı yazırdı. Qayda girdiklərinə görürsünüz. Bərabərdir x minus 2-yə. X-ları bir tərəfə keçirdək. -3x, x-in qabağı müsbətdir. Burada keçəndə minus x. Bərabərdir. Onu digər tərəfə aparanda müsbət. 10 çıxılsın 2. -4x bərabərdir 8-ə. Onda x burada -2-dir. Deməli, sən variantlarda axtarmalısan ki, sənin x-in -2 olsun. A variantında -1-dir. D-də 0-dır. Y-də -3-dür. C-də 0-dır. Amma B-də -2-dir. İndi gəlin görə Y-imiz 4 çıxacaq, -4 çıxacaq, yoxsa yox. -4 çıxması deməli səhv almısan. Y bərabərdir. Burada da yoxlaya bilərsən, burada da yoxlaya bilərsən. Mənə bura asan gəldi, burada yoxlayıram. -2 çıx 2. -2-dən 2-nin çıxanda -4 edir. Deməli, düzgün cavab B variantı olmuş olur. Tamam mı? İndi 50-nin cavabını mənə deyin görüm. Haydi uşaqlar, haydi Müəllim, tərpən. 50-də cavab olar yəqin ki C variantı. Deyildi müəllim. 100% C variantıdır özdə müəllim. İzah elə bilərsən fikrini. Məhz niyə fikrində qəti qalırsan C variantı olduğunu? Yuxarıda başa saldınız da müəllim. İkisinin yerinə -2 qoyuruq. Burada da -4 qoyuruq bax. X-in yeri -2 qoyuruq demədim. Dedim ki, bunu bərabərləşdirib tənliyi həll edib -2 tapdım. Y-i tapmaq üçün yerdən gətirdim. Hə, belə mən də gözlüm də hesablayım onda. Havadan sudan qoymuruq ki, rəqəmləri tənliyə uyğun qoyuruq. Həbib, bir fikrin varmı? Hələ yox müəllim. Tamam, hesablayın uşaqlar. Vaxt verirəm. 1 dəqiqə vaxtınız var. 5 dəqiqə gözləməm. Necə? 5 dəqiqə gözləyin. Hı -hı.
Uşaqlar, nə oldu? Bir dənə sualın cavabı nə uzun çəkdi? Özümdən tapacam yaz qalıb. Fəridə təbibsiz də Müəllim, hesab. burada bərabərlədim bir-birinə. Aha. Deməli 3x 5x keçir 4 tərəfə. Orada qaldı 2x. Mənfi 4 bir tərəfə keçin 8. X deməli gəlir düşür 4. X 4 olar, yoxsa mənfi 4 olar? Çünki sən 5x-i bu tərəfə keçir, nə tərdin? Hə, 5x-i bu tərəfə keçirdəndə onun Keçir mənfi orada qarşısında. mən. Aha, 3x-dan 5x-i çıxdı, neçə elədi? Mənfi 2x. 3x çıx 4 bərabərdir 5x üstə gəl 4. Afərin. Mənfi 2x. Hə, düz demə, mənfi 4 eləyir. Aha, ona görə də saxladım sənə. 4-ü bu tərəfə keçirdəndə Hə, hə, 8. hə, düzdür. Cavab A variantı. 8 x bərabərdir mənfi 4. Vay vay, qələmim çox möhtəşəm yazır rəqəmləri. Oca keçdi ərəb dilinə. 8 bölsün mənfi 2. Hə, kompüterə cin girib. Oca ərəb dilinə danışır bizi ilə. 8-i 2-yə böləndə mənfi 4. Mənfi 4 də burada hardadır? A variantında. A, B-də də var. Diqqətli olaq. Bax, B-nin də şeyi, A onlar nədir? variantı. Müəllim cavab. Gəl yazaq, yoxlayaq da. 5 vurulsun mənfi 4. Yəni mənfi 20. Mənfi 20-sin 4 gəndə mənfi 16. Bəli, tamamilə düzgündür. Aydın oldu uşaqlar hamıya. Bəli. Bəli, müəllim. Aha. Bəli, müəllim. İndi bu təpə nöqtəsinin koordinatları üçün belə bir düstur var bizdə. Onu mən sizə deyim. Uşaqlar, y bərabərdir. A vurulsun. X minus m-in. Ay Allah, bu nə gündə yazır? Pərverdigara. X minus m-in kvadratı. Üstə gəl n ola bilər və yaxud da, yəni burada plus minuslar görə bilərsiniz. Əsas məğz anlamaqdır nə demək istəyirəm yəni burada. Deyir ki, x üstə gəl 3-ün kvadratı çıxılsın 2 parabolasının təpə nöqtəsi hansıdır? Təpə nöqtəsinin koordinatlarını bizdən istəyir. Uşaqlar, burada yadda saxlayın. Əgər burada müsbətdirsə, siz sola gedirsiniz. Aydındır. Sola gedəndə bunun deməli, gəlin bax belə başa salım da sizə. Bax, burada düsturda çıxma kimi düşünün. Bunu bax, çıxılsın m-in kvadratı. Aydındır. Bu n-ə fikir verməyin. N müsbət mənfi ola bilər. İkiyüzlü şeydir. Amma m qətiyyən, yəni qarşısında həmişə mənfi olacaq. Bu formada sizə izah edeyim. İndi baxın bura. Bax, burada müsbət görürsənsə, qrafik sola gedir. Yəni, sənin x-in olur mənfi 3. Aydındır. Burada gördüyün əksini deyirsən. Amma y-də olduğu kimi deyirsən. Y-in də mənfi 2-dir. Aydındır. Y-də nə var, onu deyirsən. Amma x-də əksini deyirsən. Müsbət 3 görsən, mənfi 3 deyirsən. Mənfi 3 görsən, müsbət 3 deyirsən. Aydındır. Çünki uşaqlar, burada x-dan çıxanda mənfi 3-ü bu ifadəni bizə verərdi. Düzdürmü? X üstə gəl 3 o zaman verər. Deməli, əslində bu mənfi 3-dür. Aydındır. Müəllim, N bizim nə üçün sual mənfi 3. versinlər? Buyur. Y onda n götürürük. Ay, sağ ol. Bəli, məntiqi düzgün anladım. Hə, bildim müəllim. Deməli, n-miz mənfi 3-dür, n-miz də mənfi 2-dir. Aydın oldu. N y-i təmsil edir, m də x-i təmsil edir o formada. İndi mənfi 3, mənfi 2-dir, C variantı da. Hasat deyim müəllim. Əlbəttə ki, hasandır. Biraz maraq göstərsəz, yerinə oturur hər şey. Nə var ki burada? İndi 52-də hansı variant olar? 52-də cavab Aha. deməli olar yəqin ki A variantı. A yox Cavab gözlüm nə? Müəllim, indi x-i burada götürürük. Hə, B variantı tamam. Bəli, bəli. 7-dirsə mənfi, yəni mötərizənin içində nə yazılıbsa onun əksini götürürsən. 7-dirsə x-in olacaq mənfi 7. Amma y-ə dəymirsən. Y müsbət 5. B variantı düzdür. 53-dən olacaq o zaman. 53-də olacaq B variantı. 53-də müəllim olacaq. Bəli, x mənfi 5-dirsə müsbət kimi götürürük. Y-də olduğu kimi götürürük. Mənfi 7, 5, mənfi 7 B variantı. Deməli, uşaqlar, 55 baxın təkrar sualdır. Bərabərləşdir tapırıq. Bax, 57-yə gəldik. Deyir ki, təsvir olunmuş düz xətt hansı funksiyanın qrafikidir?
Fikir verirsinizsə bu düz xəttimiz hardan keçir? B-dir Koordinat də müəllim. B, başlanğıcından keçir. cavab B. Yox, yox. Koordinat başlanğıcından keçir. B variantında olsa biz bunu gərək məcburuq ki, buradan çəkək. Bax, qrafik buradan getməlidir. Çünki bu 3 nöqtəsində kəsib. Bunun üstünə gəldiyin ədəd qrafiki yuxarı aşağı aparan ədəddir. Aydındır? Əgər 0 Müəllim, sıfırdan onda keçsə, məncə cavab C-dir. C dediyimiz qrafik bunun qrafiki deyil. İndi izah edim niyə görə. Səndə bax C-nin qrafiki budur. Y bərabərdir X nöqtəsi. Yəni Y-in X-ə bərabər olduğu nöqtəni götürəcəksənsə, məsəl üçün deyək ki, ə, o paralel gedəcəkdə, aydın oldu. Paralel getdiyinə görə o artıq bizə cavabı verməyəcək. Onda Aydındır? Hasan ortadan keçəcək. Hansı cavabdır o? Yəni bax, o artıq Y xəttinə paralel getəcək. Y bərabərdir X deyirsənsə. Bildim Necə? müəllim. Deyirəm, bəs nə vaxt müəllimdir? Burada kim olacaq da belə düz getəcək ortadan. Y bərabərdir KX. Bu da bizdə A variantında düz mütənasibliyin qrafik uşaqlar Səhə K-dən bildim müəllim. başlanğıcından keçir. Çünki bax fikir verin, bu B-si sıfırdır da düzdür. Y oxunu B-də yəni üstə gəl sıfır yazsam, sizin üçün daha da aydın olacaq. KX üstə gəl B funksiyası deyilmi? Y oxunu sıfırda kəsir də bunun B-si sıfıra gedib. Ona görə yoxdur. Aha. Və 58-də nə olar? Cavab 58-də Y variantı. 58-də müəllim G variantı olacaq. Y. Bəli, bəli, Y variantıdır. Çünki K-nın qiyməti mənfidir. Mənfi olmasa onun işarədir ki, burada bir kör bucaq əmələ gəlməlidir. Onlar da zaten kör bucaq altına çəkiblər bunu. Deməli, düzgündür, heç bir problem yoxdur. Yaxşı, gəldik indi 59-a. B-nin hansı qiymətində funksiyanın qrafiki koordinat başlanğıcından keçər? Koordinat. Koordinat başlanğıcından keçəndə A uşaqlar X-ə da 0 deyirlər. Y-ə də 0 deyirlər. Gələk burada Y 0-a getdi. 0 bərabərdir. Mənfi 3 də 0-a vuranda 0 eləmir. Üstə gəl B. Deməli, B-nin qiyməti elə 0-dır da. Aydın oldu. Yəni, koordinat başlanğıcından. Baxışalı, koordinat başlanğıcı bu nöqtədir. Bu nöqtə üçün, məsəl üçün, O nöqtəsinin koordinatları 0-dır. Bir də 0-dır. Aydındır. Slay oxşadı mənim çəkdiyimdə. Nə qərib oldu bu belə? Deyirəm də, kompüterci ərəb Onda dilinə mənim yazıb. 60-da C-dir cavab. 60-da müəllim C-dir cavab. Bəli, B bərabərdir 0 nöqtəsindən koordinat başlanğıcından keçir. Bildim mənim başa düşdüm. 61 nömrəli sual. 61 nömrəli sual təkrar gəlir. Bu sual yenə də əvvəldə var idi. Nöqtələrdən hansı funksiyanın qrafikinə aiddir? Yerinə qoyub yoxlayırsınız bunları. Sonra 62 yəni təkrar sualdır. 63 nömrəli sual. Bu niyə əsir? Soyuqdur buna da. Hə. Biraz bunu böyütmək istəyirəm. Hə, əsməsi keçdi. Baxın uşaqlar. Tənzir belə düşür deyir. Aha, Müəllim, deməli X burada mənfi 3-dür, Y 5-dir. aha. Y5-in X-in deməli mənfi 3 olduğu yer ikincidir də müəllim. Bəli, x-i mənfi, y-i müsbət. Deməli, mənfi 3 dama sağa çəkirik. Mənfi 3 gəldi bura. X-i mənfi 3-dür. Qaldırdıq yuxarı 5 damada getdi. Təpə nöqtəsi bax buradadır. Yəni, buradan gedən bir belə parabolamız var. Aydın oldu. Bax, təsəvvür belə bu cür edirik. Burada ikinci rübdür. Həbib bəyəqla demişdim, digər uşaqların dərsində. Bəli, müəllim. Bura bir 9-dan qrupbasında demişdim. Bura birinci, bura ikinci, bura 3-dür. Burada 4-dür də. Belə. Yaxşı. Bəs uşaqlar 64-də hansı rübə düşər? Tapaq görək. 64-də. Üçüncü rüb. Neçənci rüb? Mən 4 çaşdım. 4-cü rübə düşür deyirsən. Gəl baxaq. Deməli, bunun y-i burada, x-i də buradan çəkdim. Mənfi 5. Ay da Gəldi yox, mən elə üçüncü rübə düşür. Allah haqqı çaşdın. Bəli.
Mənfi 5-i burada. Birinci Mənfi, demişdin, sonra çaşdın mənim. bəli, bəli. Bax, təpə nöqtəsi burada yerləşir. Amma bunun qolları yuxarı olacaq. Ha. Çaşıb imtahanda tərsinə çəkməyin bunu. Çünki bunun A-sı müsbətdir. Qabaqda A yanır. Bax, bu A-sı mötərizənin müsbət olanda qabağında. qollar yuxarı olur, mənfi olanda aşağı. Bəli, bəli. Burada A müsbət olduğu üçün qollar üzü yuxarı gedir belə. Yaxşıdır ki, hansı düz xətt ordinat toxuna paraleldir? Uşaqlar, ordinat toxuna paralel olan nöqtə x bərabərdir, -3-dür. Gəlin bunu sizə göstərim. Bu y-dir, bu da x-dir, elə? X-i -3-dür. Aydındır. Buradan bir dənə düz xətt keçirək. Gördünüz? Y oxuna paralel getdi. Aydın oldu. Apsis oxuna paralel getsə, onda y bərabərdir 2 nöqtə. Yəni buradan götürəcəm və belə bir düz xətt çəkəcəm. O zaman da apsis oxuna paralel getmiş olacaq. 67 nömrəli sualda kim deyər 67-ni? Deyir, bu düz xəttin OX oxunan kəşfi nöqtəsinin koordinatları. Kimin adını çəkirsə, onu saxlayırıq. Kimin adı çəkilmirsə nə edirik? Onu silirik. O y tamam çəşin. Aydındır. Bəli, y deməli 0-a getdi. Y əgər 0-a getsə, onda 7x üstə gəl 21 bərabərdir 0 yazacaqsınız. Oradan aydın məsələdir ki, x bərabərdir nəyə? B müəllim. -3-ə. O Mənfi zaman üçsə, x-i -3, y-i də 0. Correct variant A. Bəli. Müəllim, Bəli. bəs 68-də onda B olar. Bəli, B variantıdır, düzdür. 3-0 nöqtəsindədir o x oxunan. Çünki x-i saxlayırsan, y-i 0-a bərabər edirsən, -2x bərabərdir -6-ya, x bərabərdir 3-ə, 3-0 nöqtəsi. Müəllim, 69-da deyir, f -2-ni tapın. Belə olan halda, uşaqlar, f -2-ni istəyirsə sizdən, X-in yerinə qoyurduq, 2 dənəsini qoyurdum mən. indi burada belə bir şey var. Çox vaxt uşaqlar burada götürürlər ki, bunun cavabı müsbət eləyir. Ay müəllim, mənfi dalbadal gəldi, müsbətdir. Bax, bunu belə hesablayırsınız. F -2 bərabərdir mənfi, mötərizədə -2-nin kvadratı. Çox möhtəşəm yazır bizim bu qələmimizdə. Üstə gəlinsin. 2 vurur -2. Necə mənə yoluna elədiyi. Hər insan işinin peşəkarı deyil. Gül kimi gedib planşeti almışdım. O da gəldi belə, defekt çıxdı. Kompüter almışam, defekt çıxıb. Planşet almışam, defekt çıxıb. Allah haqqı. O saatda elə bil mənə cadu eləyiblər. -2 vurulsun, -2. mən kompüterin işi hamısı məni. Aşağı yuxarı bütün xərcləri nəzərə alsaq 1500-ə gəlib başa. Mənim qardaşımın kompüteri var, amma o yaxşıdır mənim. Model nədir? Deyəsən Asus'dur mənim, nəsə də bir şey olmalı. Boz rəngdədir mən. Balaca Hə, fasad bildim. Hə, onlar güclü kompüterlərdir. o yaxşıdır mənim. Hə, indi baxın uşaqlar, -2-nin kvadratı neçə edir? Müsbət 4 edir, düzdürmü? Amma onun qabağında bir mənfisi var. Ona görə də biz o mənfini yazmalıyıq mütləq. -4 üstə gəlsin yox, çıxılsın 4. Çünki 2-ni -2-yə vuranda -4 üstə gəl 3. Misal tamamlandı. Deməli, -4 çıxılsın 4 neçə edir uşaqlar? -4-dən 4 çıxanda. Hə? -8, düzdür? -8-in üstünə 3 gəlsə neçə eləyər? Çox qəliz bir sualdır bu. -8-in üstünə 3 gəlsə neçə eləyər? -5. Tam ədədlər dərsi xoşuma gəlmir. Telegram kanalında o mövzunun izahı var. Baxın, gəlin. Gələn dərs. Nəyə müəllim? Tam ədədlər üzərində əməllər. Niyə ki? Bəziləriniz çaşırsınız hesablama işlərində. Düzgün cavablar gəlmir. Yəni, kim çətinlik çəkir, baxsın da, sonra səhv cavab verəndə mən əsəbləşirəm.
Davam edə bilərik. Vermem. Yarısı da, onun yarısı da kaç düşdü onun yarısı da. Tak, keçdik uşaqlar indi o birisinə. Deyir ki, burada A parametrinin hansı qiymətində bu funksiyanın qrafiki -3,0 nöqtəsindən keçir? Deməli, biz x-in yerinə -3 yazmalıyıq, y-in yerinə yazmalıyıq, 0 yazmalıyıq. Gəlin yazaq. Mənə tərkimə eləyin. X-in yerinə -3 yazaq, y-in yerinə 0. Deməli, A vurulsun x, yəni -, 3 çıx. A vurulsun -3, belə yazaq, yerlərini A vur dəyişdirməyək. mənfi çıxa plus 4. Çıx A, üstə gəl 4, bərabərdə 0. Burada da elə bil ki, bu -3A çıxılsın A, bərabərdir -4-ə, 4-ə atdım o tərəfə, çünki Mənfi məlumdur. 4A bərabərdir 4-ə. A bərabərdir -4-ə. 1-ə. A -4-ə, A bərabərdir 1-ə. Axı, burada 4 burada müsbət idi, mən digər tərəfə atanda -4 oldu axı. Tamam, mən də elə bir dedim. Düzgün variant C bəndi. 71 o qaydada C yazmalısınız. yox, amma A eləmir. Hə, A bəndi, üzr istəyirəm. A bəndi, bəli. Buradan deyirəm, oradan özüm şey edirəm. 72. Funksiyalardan hansı xəttidir? Demişdim uşaqlar, məxrəcdə x görə bilmərsiniz. 3 ilə 2-ni 1-dir, atırsınız. sonra 6-dır, sonra 1. 6 ola 6-dır. bilməz. 6 Dərəcəyə yox, bax. hə, dərəcə var, mən düzməm. 1 deyib də 4-dür də mən. A variantı. Bəli, bəli. Dərəcə 1-dir, bir də Mən o 4-dür. tərəfdən keçirik. A variantıda. Artıq keçsədiz uşaqlar, bundan sonra gələn testlər işlədiyimiz testlərin təkrarıdır. Onun üçün də işləməyənlər evdə yenə də başdan gəlirsiniz. Nə olsun mənlə işləmisiniz. İşləyirsiniz. Bir də burada bəzi tip suallar var. Onları da mən sizə deyim. Sonra deməyin ki, müəllim siz bizə deməmişdiniz. Biz bunları yaza bilmədik. Bu tip suallar. ABC-nin təyini. Bunları biz necə edirik? Asandır. Diqqətlə qulaq asın, biləcəksiniz uşaqlar. Deyir ki, A-nı, B-ni, C əmsallarını, işarələri müəyyən edin. Deməli, uşaqlar, burada əgər fikir verirsinizsə, funksiya nə edib? 2 dənə nöqtədə kəsib və funksiyanın qolları yuxarıya doğrudur. Düzdürmü? Əgər funksiyanın qolları yuxarıya doğrudursa, A burada avtomatik nədir? 0-dan böyükdür. Düzdürmü? İndi gəlirik B-nin təyininə. Bunun təpə nöqtəsi, baxın, x-i mənfidə kəsir, y-i də mənfidə kəsirdir, 3-cü rübə düşüb, düzdür. Onda bizim düsturumuz mənfi b bölək 2a da uşaqlar, eləmi? Mənfi b bölək 2a. A-nın qiyməti burada müsbətdir. Ona görə elə burada müsbət yazdıq. Elə. İndi, ay uşaqlar, B-nin işarəsinə fikir. Zaten burada siz B-ni görürsünüz, amma yenə də mənim buradan demək borcumdur, hardan gəldi ki, siz bunu biləsiniz. Burada uşaqlar, M fikir verirsinizsə mənfi çıxıb cavabı, düzdürmü? Yəni, M bizdə nədir? X-dir da, M 0-dan kiçikdir. Yəni, burada olan X-in qiyməti M-dir. Ay uşaqlar, aydındır, bu M-dir. Bu da N-dir. Bu da N-dir. N-biz C-yə bərabərdir. M-miz də B-yə bərabərdir, tamam mı? Yəni, bərabər deyil, yəni işarə cəhətdən deyirəm, aydındır. İşarə cəhətdən mən bunu ifadə edirəm burada. Yəni, C bax buradadır. C, y-qoxuna kəsmə nöqtəsidir. Fikir verirsiniz, bura. Baxın, baxın, buranı görürsünüz, uşaqlar. Aydındır. İndi bizdə M 0-dan kiçik verib, elə. Onda belə çıxır ki, B-nin özü müsbətdir də. Deməli, mən B-yə mənfi deyə bilmərəm. Çünki mənfi desəm, onun düsturda qabaqda mənfi var, axı onu müsbət eləyəcək. Ona görə B 100%-dən də 0-dan böyükdür. Hə, ay müəllim, burada C üstəgəl yazılır. Deməli, C də 0-dan böyükdür. Elə sənin canın üçün. Belə bir şey yoxdur. Bunu analiz eləməlisən. Böyle havadan sudan verməyib. Hazır halva baş xarab deyil ki, dursun bunu çəksin şəkil sənin üçün burada. Burada C-yə baxın. C qrafikin y-qoxuna kəsmə nöqtəsidir. Y-i harada kəsdi? Aşağıda kəsdi, düzdürmü? Deməli, bunun C-si 0-dan kiçikdir. Aydındır. C-nin 0-dan kiçik olduğu toçka bax, buradır. Aydındır. Bax, məsəl üçün, digərində uşaqlar, qrafik y-qoxunu yuxarıda kəsib.
Deməli, burada bunun C-si sıfırdan böyükdür. Deməli, C-ni tapanda biz necə edirik? Bir dənə bu suala cavab verin. Kaydı saxla, Nəsimi. C-ni təyini hardan bilirik? Oy, İti bucağı, yox, kör bucağı. İti bucağı, tamam. Bucaq, kör bucağını yatmısınız siz. Deyirəm ki, qrafik Y qoxunu harda kəsirsə ona baxırsınız, tamam mı? O iti Yaxşı, bucaq, mən kör bucaq keçəcəm o düz tərəfə. xəttdir. Keçmə o tərəfə. Kaydı saxla, onsuz da bitəcək. Sonra rahat ol.